Azərbaycan dilindən test nümunəsi 8. Verilmiş sözlərin hər birini amonim kimi cümlədə işlətməyimizi istəyir. Əvvəlcə qeyd eləyək ki, amonimlər deyilişi və yazılışı eyni, leksik mənası isə fərqli olan sözlərdir. İndi isə baxaq. At sözü amonim kimi bir mənası heyvan, at. Bir digər mənası isə nə isə atmaq, yəni feil kimi. Cümlədə isə işlədə bilərik. At sürətlə qaçırdı. Burada heyvan mənasında. Götür bu zibilləri at. Burada o isə feil kimi işləmiş olacaq. Digər sözümüz yağ. Amonim kimi yediyimiz yağ, yəni isim. Bir digər mənası isə yağmaq, yəni feil. Deyə bilərik ki, nənəm süddən yağ hazırladı. Bu oldu isim kimi. Feil kimi yağış çox güclü yağırdı. Növbəti sağ sözü. Sağ sözü necə? Sağ, yəni olacaq sifət. Həmçinin zərf kimi də işlənə bilir. Bir digər mənası isə nə isə sağmaq, yəni bu olacaq feil kimi. Deməli, o müharibədən sağ qayıtdı. Burada olacaq zərf kimi. Bir də nənəm inəkləri sağdı. Burada isə feil kimi.